Bir günlük İsveçrə səyahətimizdə sizi salamlayırıq. Bernina Express kimi olmasa da, Milandan Luganoya gedəndə yenə də Alp dağlarını görə bildik. Və cəmisi 1 saat 40 dəqiqəlik yol idi. Düşən kimi bizi gözəl bir mənzərə qarşıladı. Old City adlanan yerə enmək üçün balaca bir funikulyordan istifadə edəcəyik. Qısa da olsa 2-3 dəqiqəlik funikulyor yolu çox maraqlı keçdi, həm də bu yol binaların içindən keçirdi. Old City-ni açığı çox bəyənmədik. Cəmisi 10-15 dəqiqə burada vaxt keçirdikdən sonra yenidən qayıtdıq Lugano gölü ətrafına. Burada da hər yer çiçəkli idi, çox gözəl idi. Şəhərin mərkəzində biraz gəzdikdən sonra Lugano'nun ən təpəsinə çıxıb Lugano gölünü oradan da görmək istədik. Ona görə oranın ən böyük funikulyoruna getdik. Təqribi 15 dəqiqəlik yol idi. Funikulyorda yer tapmadığımız üçün yerdə oturduq, amma elə ən qəşəng yerdə bizimki idi. Mənzərə o qədər qəşəng idi ki, biz sadəcə valeh olduq. Ora çıxdıqdan sonra bir restoran da tapdıq. Yeməklər çox dadlı idi, personal çox yaxşı idi, atmosfer də çox əla idi. Çık, çık. Restoranın arxasında gözəl mənzərəyə baxan bir skamya var idi. Baxmayaraq ki, ikimiz də dik taban geymişdik, amma yenə də düşüb oranı kəşf elədik. Ay kız gel bura. Lugano'nun ən təpəsində biraz vaxt keçirdikdən sonra yenidən şəhərin mərkəzinə endik. Hava da bəxtimizdən çox gözəl idi. Yorulduk, çok yorulduk. Ama çok maraqlı keçti, çok dolu bir gün keçti. Gelmişik restorana. Burada da kofe içip artık gedirik. Milana geri qayıdırıq. Bununla da səyahətimiz bitdi. Hələlik.